Önce isə və ilk müzakirə edəcəyimiz mövzu isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı ilə olacaq. Çox maraqlıdır ki, əmək müqaviləsi nə deməkdir? Əmək müqaviləsindəki bir çox müddalar necə tənzimlənir və xüsusilə son günlərdə hamının marağına səbəb olan bir mövzu var ki, hamilə qadınların iş saatı azaldılırmı? Hamilə qadınların iş saatı qanunvericiliyi ilə necə tənzimlənir və bu kimi bir çox mövzulara toxunmuş olacaq. Məcburi əmək nə deməkdir? Bax, bu mövzu da əsas məsələlərdən biridir və vaxt itirmədən istərdim ki, qonağımızı dəvət edək, elə anonsunu etdiyimiz mövzularda suallarımızı təqdim edək. Səlimə xanım Quliyeva gələcək. Səlimə xanım, xoş gördük, xoş gəlmişsiniz. Xatırladaq ki, Səlimə xanım Quliyeva Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşıdır. Bugün bizimlə bərabərdir, suallarımızı cavablandıracaq. Xoş gördük sizi. Ən sonda verəcəyimiz sualları hal-hazırda vermək istəmirəm. Çünki anonsunu edərkən dedik ki, hamilə qadınların iş saatı ilə bağlı bunu sonra saxlayacaq ki, daha ətraflı, kifayət qədər vaxtımız qalsın ki, sual verək. İlk sualımızı isə belə verəcək ki, ümumiyyətlə, məcburi əmək dedikdə nə başa düşülür və bu anlayış qanunvericilikdə necə izah olunur? Azərbaycan Respublikasında əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir və bunun özəyini belə desək, əmək məcəlləsi təşkil edir. Əmək məcəlləsinin 17-ci maddəsində məcburi əmək anlayışına aydınlıq gətirilmişdir ki, bu da nə deməkdir? İşçiyə müəyyən bir hədə qorxu gəlməklə, zor işlətməklə, işdən çıxarılacağı ilə bağlı təhdid etməklə onu əmək funksiyasına aid olmayan hər hansı bir işlərin görülməsinə cəlb etmək qadağandır. Və bu anlayışda qeyd etdiyimiz hal işə götürəndə məsuliyyət yaradır. Müraciət olunduğu təqdirdə mütləq formada işə götürən məsuliyyət daşıyır. Amma bəzən insanlar qorxduğundan, iş yerini itirəcəyindən qorxaraq müraciət edə bilmirlər. Bəs bu necə tənzimlənməlidir? Yəni, bu insanlara bir ürək-dirək vermək lazımdır, biraz cəsarətli olmalıdırlar ki, öz haqlarını tələb etməyə bacarmalıdırlar, elə deyilmi? Bəli, bütün hallarda biz hüquqi dövlətdə yaşayırıq və Dövlət Əmək Müfəttişliyi Xidməti işə götürənlərlə işçilər arasında yaranan əmək münasibətlərinə nəzarət edir. Tənzimlənmə işləri aparır və hüququ pozulan şəxs qorxmadan müraciət etməlidir ki, biz də bu pozuntu halından xəbərdar olaq və müvafiq araşdırmanı aparıb tədbir görə bilək. Əslində belə bir sual da vermək istəyirəm sizə. Aytaç, bilirəm, sənin də sualların var, amma bu sualım belə bir sualdır ki, bir də görürsünüz ki, işçinin çalışdığı günlər, aylar, illər göstərilmir. Bu zamanda şikayət edə bilirmi? Qeyd etdiyiniz hal əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunması haldır. Məsəl üçün, mən 2001-ci ildən, 2000-ci ildən işləyirəm, amma mən baxıram sənədlərdə 2005-ci ildən gedir. Artıq mənim bir 4 ilim, 5 ilim artıq geridə qalmış oldu. Bununla da bağlı əmək müfəttişliyinə müraciət edə bilirik ki, belə bir hadisə ilə üzləşmişik. Əgər ki, sənədləşdirmə 2005-ci ildən aparılıbsa, bu o deməkdir ki, 2001-ci, 2005-ci il arası olan müddətdə siz əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmişsiniz. Bütün hallarda müraciətlər qəbul olunur, hansı dövrü əhatə etməsindən asılı olmayaraq, neçənci ildə hadisənin baş verməsindən asılı olmayaraq hamısı araşdırılır. Səlimə xanım, məcburi əməklə bağlı işçi tərəfindən danışdıq. Bəs işə götürənin istisna hallar varmı? Yəni, məcburi əməyində qanuni hesab edildiyi hallar varmı? Hansı hallar belə hesab olunur? Bəli, o əvvəldə qeyd etdiyimiz kimi Əmək Məcəlləsinin 17-ci maddəsinin ikinci hissəsində dediyiniz hala aydınlıq gətirilib ki, belə ki, hərbi və fövqəladə vəziyyətlə bağlı olaraq, eyni zamanda məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası ilə bağlı müvafiq dövlət orqanının nəzarəti altında məcburi işlərə şəxslər cəlb oluna bilər. O da müəyyən kateqoriya şəxslərdən söhbət gedir ki, dediyimiz kimi həmin o məhkəmə hökmünün şamil olunduğu şəxslər. Səlimə xanım, çox maraqlı bir sual vermək istəyirəm. Çünki məcburi əməkdən danışırıq və məcburi əməyin maarifləndirməsi istiqamətində hansı işlər görülməkdədir ki, insanlar maarifləndirməlidirlər? Bütün hallarda Dövlət Əmək Müfəttişliyi Xidməti mütəmadi olaraq nəinki bu mövzuda, bütün mövzularda maarifləndirmə işlərini həyata keçirir. Həmçinin də məcburi əməklə bağlı mütəmadi olaraq biz işə götürənlərlə canlı görüşlər keçiririk. Onları maarifləndirik ki, yəni bu halın baş verməsi sizdə filan məsuliyyətə səbəb ola bilər. Müvafiq maddələrin tələblərini onlara çatdırırıq.
Vətəndaşların maarifləndirməsi isə hal-hazırda mətbuat üzərindən, mütəmadi olaraq sosial şəbəkələr üzərindən, Dövlət Əmək Müfəttişliyi xidmətinin səhifələrini izləsələr, bütün səhifələrimizdə bütün vacib mövzulara toxunulur. Maddə göstərilir, tələbləri göstərilir ki, hətta daha maraqlı tərtibat da göstərilir ki, daha çox diqqət cəlb olunsun, bəli, daha anlaşılan olsun. Biraz əvvəl toxunduğunuz bir mövzunu istəyirəm biraz da qabarıq şəkildə bu mövzuya toxunaq ki, əmək müqaviləsinə xitam veriləcək hədəsi, zor işlətməklə işçini öz funksiyasına aid olmayan işə məcbur etmək, biz bilirik ki, bu qadağandır. Və belə hallarla üzləşənləri istəyirəm ki, bunun bir daha bu fikri səsləndirəsiniz ki, bu çox önəmli məqamlardan biridir. İnsanlar deyir ki, işləyirik, bir gündə belə işləyək, 2 gündə belə işləyək, eybi yoxdur, belə işləyək, amma bu qadağandır, elə deyilmi? Bəli, bütün hallarda qadağandır və İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq məsuliyyət yaradır. İşə götürənin barəsində cərimə sanksiyasının tətbiq olunmasına səbəb olur yekunda. Bütün hallarda işçi əmək müqaviləsi bağlanarkən onunla hansı ki imza etdiyi hal-hazırda SİMA proqramı üzərindən imzaladığı elektron əmək müqaviləsində onun əmək funksiyaları göstərilir. İşçi onu diqqətlə oxumalıdır, əmək funksiyalarından dəqiq tanış olmalıdır ki, gün ərzində bu mütəmadi hansı işləri görməlidir və işə götürən yalnız orada sadallanan bəndlər üzrə ona iş tapşıra bilər. Dediyimiz o 17-ci maddənin 2-ci hissəsində qeyd olunan hərbi fövqəladə vəziyyətdir, məhkəmə qərarlarının icrası ilə bağlı olan hissələr istisna olmaqla öz əmək funksiyasından əlavə işçiyə heç bir iş tapşırıla bilməz. Deməli, işə götürənin hansı davranışlar və tələbləri məcburi əmək kimi qiymətləndirilə bilər? Dediyimiz kimi işçidir, əmək funksiyasına müəyyən bəndlər əlavə olunub, 5, 6 və s. çox bənd əlavə oluna bilər. Bundan əlavə hər hansı bir işinə aid olmayan iş tapşırılırsa, işçi ondan imtina etməlidir. Bunu hər hansı bir hədəyə ilə, qorxuyla, şantajla bu işi görməyinə israr edirsə işə götürən, bu artıq məcburi əmək hesab olunur. Səlmə xanım, məcburi əməyə məruz qalan şəxs, istəyərəm belə mərhələli şəkildə deyək, hara, necə müraciət etməlidir, bu necə baş verməlidir? Yəni, ola bilər ki, işdə, iş yerində daxili şəkildə bunu birinci həll etməyə çalışa bilər, haqlarını, hüquqlarını bildiyini və istismar edildiyini bildirə bilər. Əgər heç bir nəticə vermirsə, daha da belə deyək, hədə qorxuya, ola bilər hətta tənqidə, təhqirə məruz qalırsa, bu proses necə getməlidir? İlkin olaraq hara müraciət etməlidir? Dediyimiz kimi, ilkin olaraq işə götürənlə məlumat verməlidir ki, bu mənim müqavilə üzrə əmək funksiyama aid deyil. İmtina etməlidir. Tapşırığın yazılı verilməsini tələb edə bilər ki, sabah o müraciət eləyəndə Dövlət Əmək Müfəttişliyinə biz yazılı tapşırıq əsasında təsdiqləyək ki, həqiqətən bu şəxsin əmək funksiyasına aid olmayan hər hansı bir işin görülməsi ondan tələb olunub. Yazılı halda belə deyək, tapşırığı verməkdən imtina eləyirsə və yaxud həqiqətən hüququ pozulursa, Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət eləməlidir. Yəni, işə götürənlə bu razılığa gələ bilmədi də. Belə götürək ki, mən işçiyəm, işə götürən də heç cür razılığa gələ bilmirik. Dediyiniz bütün o qanuni məsələləri həll edirik. Görürük ki, bir şey çıxmayacaq ortaya və biz məcburi qalırıq ki, müraciət edək. Müraciət edərkən varmı xüsusi qaynar xəyət və yaxud harası müraciət edək ki, bu məsələ araşdırılsın və yaxud müraciət edənlərin fikirləri bəzən işi itirmək qorxusu ilə anonim saxlanıla bilirmi? Məsəl üçün, Əmək Müfəttişliyi tərəfindən yoxlanma gedir və həmin o yoxlanmanın konkret bir mövzu üzərindən deyil, ümumiyyətlə həmin iş yerinə bəlli bir xəbərdarlıq olunsun ki, burada işçilərin haqları yoxlama gedirmi, anonim şəkildə həmin o işçinin məsəl üçün faktları araşdırılır, amma ki bunun şikayəti əsasında olmadığını nəzərə alınırmı? Bax, istəyərdim bunların haqqında da məlumat verəsiniz. Çünki bilirəm ki, çox insanlara bu lazımdır, bəzən müraciət edirlər, bəzən təbii ki, işə götürənlə danışırıq, indi insan resursları deyirlər ona, əvvəllər kadrlar şöbəsi idi, onlarla da danışırıq. Razılığa gəlmək kimi bir şansımız olmadığı halda təbii ki, Əmək Müfəttişliyinə güvənirik və doğrudan da bu kimi hallarla üzləşmişik ki, Əmək Müfəttişliyi tez bir zamanda məsələnin müsbət şəkildə həllinə nail olub. 2015-ci ildə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası qanuna müvafiq olaraq müvafiq sahələrdə yoxlama dayandırıldığından hal-hazırda yerində yoxlama aparılmır. Lakin vətəndaş müraciət etdiyi təqdirdə onun müraciəti tam ətraflı araşdırılır
təbii ki, işə götürənlə müəyyən yazışmalar aparılır, sorğular göndərilir, müvafiq sənədlər tələb olunur. Təbii ki, bütün hallarda o dediyim kimi əmək funksiyasına aid olmayan işin görülməsinə cəlb edən işçi onun yazılı formada verilməsini tələb etdiyi halda onu təsdiq edən sənədi bizə verdikdə bizə daha növbəti addım atmaq üçün təkan vermiş olur və həmin xəta halını təsdiqləməkdə bizə kömək edir. Mən belə başa düşürəm ki, mütləq ki, müraciət etməlidir. Müraciət araşdırılır, baxılır, sonra isə artıq iş, proses başlayır. Hazırda bütün öncəki dövrlərdə də olduğu kimi əmək müfəttişliyi kifayət qədər əlçatan qurumdur və az öncə soruşdunuz qaynar xətt, 142 qaynar xəttimiz aktivdir. Mütəmadi olaraq oradan zəngilər qəbul olunur və araşdırmaya Dövlət Əmək Müfəttişliyi xidmətinə yönləndirilir. Eyni zamanda vətəndaşlar dost mərkəzlərinə yaxınlaşa bilərlər. Yazılı qaydada, məktub formasında, telegram formasında qeyd etdiyim bütün sosial şəbəkələr üzərindən müfəttişliyə yazaraq müraciətlərini eləyə bilərlər və Nazirliyin e-sosial saytı üzərindən müraciət qəbulu davam edir. İndi anonsunu etdiyimiz bir mövzuya gəlib çatırıq, hamilə qadınlarla bağlı. Hamilə qadınların iş saatlarının azaldılması ilə bağlı bir neçə gündür ki, müzakirələr gedir və tamaşaçılar da istədilər ki, biz bu mövzuya bir münasibət bildirək. Hamilə qadınların iş saatları necə tənzimlənir qanunvericiliyi ilə? Bax, bu mövzuda istəyərdim hal-hazırda danışmağa başlayaq. Hamilə qadınların iş rejimi tənzimlənməsindən danışarkən onlara qısaldılmış iş vaxtı tətbiq olunur. Bir mənalı olaraq hamilə və eyni zamanda yaş yarımədək uşağı olan qadınlar. Ümumiyyətlə, Əmək Məcəlləsinin 91-ci maddəsi qısaldılmış iş vaxtından bəhs edir və orada qeyd olunub ki, sağlamlığı ilə, fiziki vəziyyəti ilə, ailə vəziyyəti ilə bağlı olan müəyyən hallar vardır ki, onlara qısaldılmış iş vaxtı tətbiq olunur. Bunlara hamilə qadınlar da aiddir. Hamilə qadınlar həftəlik 36 saatdan çox olmayan iş rejimində işləyirlər. Qısaldılmış iş vaxtı anlayışında isə bu o deməkdir ki, 36 saat işləyirlər, lakin tam iş vaxtı işləyən işçinin əmək haqqına müvafiq, yəni eyni əmək haqqını alırlar. Hamilə olmasaydı 40 saat işləyib bu əmək haqqını alasıydı, hal-hazırda 36 saat işləyir. Eyni zamanda onun səhhətində daha kəskin problem olduğu halda bu hamiləliklə bağlı müraciətə əsasında natamam iş vaxtı tətbiq oluna bilər. Yəni daha da azaldılır. Bəli, bu 36 saatdan daha qısa vaxt tətbiq oluna bilər. Bu halda isə natamam iş vaxtında əmək haqqısı işlədiyi iş saatına mütənasib edilir. Azaldılmış qaydada. Amma qısaldılmış iş vaxtında bütün hamilə qadınların hüququdur 36 saat işləmək. Bəs hamilə qadınlar əgər analıq məcburiyyətindən çıxıblarsa və yaxud dediniz ki, yaş yarıma qədər uşaqları varsa, bu proses zamanında analıq məcburiyyəti dövründə işdən çıxarıla bilərlərmi bunlar? Xeyr, çıxarıla bilməzlər. Hamiləlik belə deyək, səbəbi ilə işdən çıxarıla bilməzlər. Az yaşlı uşağı olması səbəbi ilə bunlara ciddi şəkildə nəzarət olunur. Və Samilə xanımın dediyiniz kimi, hansısa riskli bir hallar varsa, ciddi bir riskli hamiləlikdən keçirsə, evdən işləmək kimi haqqı varmı? Bəzi işlər bilirsiniz, yəni kompüter yanındadırsa, artıq işini icra etmiş olur. Belə bir üstünlük, belə bir istisna hallar mümkün. Bu artıq mənə elə gəlir ki, işə götürəndə, daxili müzakirə ilə. İşə götürənlə bağlı olan bir məsələdir. Çünki bir çox məsələlərdə, mövzularımızda belə olur da, Səlimə xanım, yəqin razılaşarsınız ki, ilkin mərhələdə biz işə götürənlə fikirlərimizi, öz müzakirələrimizi aparmalı, bir razılığa gəlməliyik. Onun ardınca artıq işə götürən, işçilərlə razı qalmasın deyə müəyyən qanunvericiliklə bu məsələləri həll etmiş olur. Yəqin ki, təbii ki, böyük təşkilatlar var ki, işçi sayı kifayət qədər çoxdur. İşə götürən rəhbər vəzifəli şəxsin məlumatı olmaya bilər ki, hansısa bir vəzifəli şəxs belə deyək, kadrların əməkdaşı olsun, mühasibatlığın əməkdaşı olsun, o onu nəzarətsiz nəzarət aparmaya bilər ki, tutaq ki, işçinin filan hüququnu bu şəxs pozur. Təbii ki, bütün hallarda işçi rəhbərinə məlumat verməlidir və məsələ həll olmursa, artıq Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət etməlidir. Dövlət Əmək Müfəttişliyi də hər zaman doğru, düzgün qərarlar verir. Çox sağ olun gəldiyiniz üçün. Təşəkkürlər Səlimə xanım. Xatırladaq ki, qonağımız Dövlət Əmək Müfəttişliyi xidmətinin əməkdaşı Səlimə xanım Quliyeva idi. Çox maraqlı mövzu ətrafında danışdıq və bilirəm ki, tamaşaçılarımızın marağına səbəb olan o sualı artıq təqdim elədi ki, hamilə qadınların iş saatlarında azalma olacaqmı və yaxud azalma varmı, bu qanunla necə tənzimlənir? Bütün bu suallarımızın cavabını eşitmiş olduq. Çox sağ olun gəldiyiniz üçün. Təşəkkürlər Səlimə xanım.